Maglar, Mag yenə də efirdədir. Əminəm ki, hər birinizə çox maraqlıdır ki, görəsən bugün müasir Azərbaycan gəncləri hansı mövzunu müzakirə edəcəklər və yeni hansı simaları sizə tanıdacaqlar və təbii ki, hansı maraqlı məlumatları sizlərə çatdıracaqlar. Mən sizi çox intizarda qoymadan istəyərdim ki, elə ilk öncə mövzumuzu açıqlamaqla bizim bugünkü efirimizə start verim. Belə ki, bugünkü mövzumuz belə adlanır. Mojito. Yəqin ki, bu ad sizə hər hansısa bir şeyi xatırlatdı. Bəli, bu Mojito adının Mojito versiyasıdır. Amma biz bugün təkcə bu içki haqqında danışmayacağıq. Biz bugün bütövlükdə içkilər haqqında danışacağıq. İçkilərin bizim sağlamlığımıza, orqanizmimizə olan xeyir və zərərləri haqqında sizlərə ətraflı məlumat verəcəyik. Təbii ki, çox gözəl bir yeni simanı sizlərə tanıdacağıq. Diqqətiniz bizdə olsun. Çox şey itirmiş olacaqsınız efirimizi izləməsəz. Əslində itirmiş olmayacaqsınız, çünki qaçırmışsınızsa mütləq YouTube kanalımızdan Mag TV Azərbaycan yazaraq kanalımıza daxil olaraq bütün efirlərimizi təkrar izləyə bilərsiniz. Mən sizə mövzudan çox da kənarlaşmadan istəyərdim ki, elə bugünkü efirimizə qayıdım və bu mövzu ətrafında, yəni içkilərin xeyir və zərərləri haqqında bizlərə ətraflı məlumat verəcək olan ilk qonağımızı dəvət etmək istəyirəm. Qonağımız isə gənc cərrahdır. Qarşılayaq qulaq, burun, boğaz cərrahı Mag Vüsal. Buyur Vüsal. Salam Vüsal, xoş gəlmişsən studiyamıza. Necəsən? Çox sağ olun, təşəkkür edirəm. Həyəcanlı deyilsən? Yox. Tam sərbəst olmaq lazımdır, çünki bura müasir Azərbaycan gəncinin məkanıdır. Vüsal, bildiyin kimi bugünkü mövzumuz məhz içkilərlə bağlıdır və ümumiyyətlə mən içkilərə keçməzdən əvvəl mən elə Vüsalın özü haqqında biraz sizə məlumat vermək istəyərdim. Gördüyünüz kimi Vüsal mən gənc cərrah kimi dəvət elədim, çünki biz çox yaşlı görünürük, amma əslində bizim aramızda 10 yaş fərq var. Vüsal, səncə bunun səbəbi nədir? Sən sağlam qidalanırsanmı deyə, yoxsa nədir bunun sirri? Məncə genetik olaraq. Genetik olaraq. İndi isə keçək elə içkilərin zərərləri və xeyirləri barədə səndən məlumatlar almağa. Hansı içkilər ümumiyyətlə insan tərəfindən gündəlik olaraq qəbul edilməsi məsləhətdir, hansılar isə yox? Hər bir insan yaydan və fəsildən asılı, yaydan və qışdan asılı olaraq, fəsildən asılı olaraq müəyyən bir miqdarda maye qəbul edir. Təbii ki, qış aylarında maye nisbətən az qəbul olunur, amma yay aylarında maye nisbətən çox qəbul edilir və bu bir də ki, insanın həyat tərzindən də çox şey asılıdır, yəni bunun qəbulu. Belə ki, idmanla məşğul olan insanlar, məsəl üçün, çox fiziki işlərlə məşğul olan insanlar daha çox maye qəbul etməlidir. Buna uyğun olaraq maye səviyyəsi gündəlik təyin olunur. Mən məsləhət görərdim ki, ümumiyyətlə, ən çox normal su qəbul edilsə daha yaxşıdır, saf su qəbul edilsə daha yaxşıdır və təbii ki, gündəlik çayın da böyük əhəmiyyəti var. Qazlı içkilər var, energetik içkilər var və spirtli içkilər var. Ümumiyyətlə, qazlı içkilər də biz qəbul edirik gündəlik olaraq. Məsələn, elə insanlar var ki, elə saf su olaraq qazlı saf sular alır və onlardan istifadə edir. Bunun nə kimi xeyirləri, ziyanları var? Yəni, qazlı içkilər ümumiyyətlə çox ziyan olur. Belə ki, oradakı qazın mənbəyi bəlirli deyil, yəni hardan alınır. Normal, təbii qazdan burada söhbət getmir çox zaman. Yəni, bəziləri havadan, tüstüdən və s. şəkildə qazdan istifadə olunur ki, bu karbonatı çox olur bunun tərkibində. Eyni zamanda qazlı suların tərkibində fosfat turşuları çox olur. Fosfat turşusu da börəklərə pis təsir edir. Təbii ki, sümüklərin kövrəkləşdirir. Əsas da uşaqlarda, gənc yaşlı insanlarda sümüklərin formalaşan vaxtı qazlı suların qəbulu çox məsləhət görülmür təbii ki. Çünki tərkibində fosfat turşuları çoxdur və bu da kalsiumun düşmanıdır. Yəni, fosfat turşuları qocalmaya da səbəb olur. Yəni, üzdə qırışların artmasına da gətirib çıxarda bilir. Ona görə qazlı suları məsləhət görməzdim. Bəzi qazlı sular var ki, dediyim kimi, onlar nəzarətdədir, xüsusi dərman şəklində. Mineral sular və həkimlər tərəfindən məsləhət görülür. Bəli, onlar təbii ki, əczanelərdə satılır, dərman satış olan yerlərdə saxlanır, amma xüsusi dövlət nəzarətində. Bəli, onlar da hər kəs üçün məsləhət görülmür. Sırf həkim məsləhət görərsə istifadə edilməsi daha məqsədə uyğundur. Energetik içkilərdən də danışmaq istəyirəm. Energetik içkilər bir dəqiqə demək olar ki, Azərbaycanda, demək olar ki, bütün dünyada ən çox elə Azərbaycanda istifadə olunur. Azərbaycanda kəşf olunmamağına baxmayaraq. Və bunlar da iki qrupa bölünür. Kafeini çox olan və vitaminləri və şəkəri çox olan. Vitaminli, şəkərli çox olan içkilər adətən fitnesslə məşğul olan insanlar çox qəbul edir. Kafeinli içkilər isə nəzərdə tutulub daha çox zehni işlə məşğul olan insanlardır. Yəni tələbələrdə, fiziki işlə məşğul olmayan insanlarda daha çox nəzərdə tutulub kafeinli içkilər. Bu içkilərin demək olar ki, çox hissəsində kafein, taurin və glikoronolakton dediyimiz bir maddə var. Onlar təşkil edir və təbii ki, şəkər də çox təşkil edir.
xaricdə buna şirin ölüm deyirlər. Yəni şəkəri çox olduğu üçün normada məsəl üçün gündəlik doz çay qaşığı ilə götürsək, kişilər 9 qaşıq şəkər tozu, qadınlar isə 6 qaşıq şəkər tozu qəbul etməlidir. Amma bunların bir şüşəsində hardasa 18 qaşığa qədər şəkər olur. Düşünə bilirsinizsə, yəni şəkər xəstəliyinə artıq dəvətnamə göndərir. Tabii, yəni şəkərli xəstəliyə gələcəkdə yəni dəvətnamə göndərmiş kimi oluruq. Vüsal, söhbətimiz çox maraqlı alınır, amma biz hal-hazırda ümumiyyətlə bizim gəncimizdə nələr baş verir, onlardan xəbər tutmaq istəyirik. Təbii ki, bunun üçün bizə MAQ Xəbər rubrikası kömək edəcək. Gəlin diqqətləri yönəldək ekrana və MAQ Xəbər rubrikasını izləyək. Gənclərimiz bir an belə durmadan yeniliklərə imza atmağa davam edirlər. Bu dəfə isə Qərb Universitetinin Psixologiya Fakültəsinin 2-ci kurs tələbələri maraqlı bir layihəni hazırlayıb bizi qonaq çağırdılar. Əlbəttə ki, biz də gənclər harda, MAQ da orada deyib çəkilişə yollandıq. Sözü gedən məkana çatanda belə məlum oldu ki, gənclər ümumilli liderimiz Heydər Əliyevin 91 illik yubileyini qeyd eləmək üçün bir araya toplaşıb tədbir həyata keçirmək qərarına gəliblər. Gənclərin işlərinə məsuliyyətlə yanaşdığı hər məqamda hiss olunurdu. O ki, qaldı məruzə olunan mövzulara, onlar əlbəttə ki, psixologiyanı əhatə edirdi. İnsanların psixoloji tipləri, rənglərin xarakterlərə təsiri, insanlararası ünsiyyət və bədən dili haqqında danışan tələbələr izləyicilərin diqqətini cəlb edə bildilər. Bu tədbiri təşkil etmək tələbələrin üzərinə nə qədər məsuliyyət qoysa da, onun necə alınması, müəllimlərin fikirləri onları bir o qədər də həyəcanlandırdı. Bu həyəcana son qoymaq üçünsə, biz fakültə dekanının fikirlərini öyrəndik. Qərb Universitetində psixologiya ixtisası artıq 2 ildir fəaliyyət göstərir və bizim bu tələbələrimiz 2-ci kurs tələbələrimizdir, yəni ilk qaranquşlarımızdır və onları çox gözəl çıxış elədilər. Hamısı bir-birindən dəyərli tələbələrimizdir. 2-ci kurs tələbələrinin öz təşəbbüsləri ilə insan psixologiyası kimi dərin mövzuda çıxışlar hazırlamaları doğrudan da təqdirə layiqdir. Bu isə müasir Azərbaycan gəncinin inkişafından xəbər verir. Tələbəlik dövründən gənclərin bu cür aktivlik göstərməsi o deməkdir ki, onların gələcəkdə dövlətin siyasi-ictimai həyatında böyük rolu olacaq. Tədbirə hamımız çox ciddi yanaşmışıq. Bizim bu tədbiri eləməmizdə əsas məqsəd tələbələri psixologiyaya tanış etmək, onun əsas deməli istiqamətlərini tələbələri maarifləndirməkdir. Niyə məsələn bədən dili mövzusuna çıxış elədin? Bədən dili çox aktual mövzudur, çünki ünsiyyət mövzusuna daxildir. İstədim tələbələrə bədən dilinin əsas qaydalarını çatdırım. Bu onlara ünsiyyətinə çox böyük kömək olacaq. Ünsiyyətlə bağlı idi bugünkü çıxışım. Ünsiyyət hazırda dövrümüzün ən aktual problemidir bildiyimiz kimi. Gənclərimiz daha çox virtual ünsiyyətə üstünlük verir və onları virtual ünsiyyətdən uzaqlaşıb real ünsiyyətə doğru istiqamətləndirmək üçün belə bir mövzu seçdim. Siz həm aparıcısınız, həm də çıxış elədiniz. Çətin deyil ki, ikisi bir arada? Xeyr, çətin deyildi, olduqca maraqlı idi, özümə zövq verdi çox. Yəni bu cür qrup yoldaşlarıyla işləmək, işlədiyim üçün çox xoşbəxtəm. Mənim bugünkü mövzum xarakter barəsində idi. Məncə insanlar bir-birinin xarakterini tanımalı və özlərini yaxından tanımaq üçün bütün əlamətlərini bilməlidirlər. Həm göz rəngi, həm meyvə seçimlərindən məncə hər kəs öz xarakterini tanımalıdır. Əziz tələbələr, sonda isə hər birinizə seçdiyiniz peşədə uğurlar arzu edirik. Hər zaman belə aktiv olun. Bəli, MAQ Xəbər rubrikasını izlədik və gənclərimiz hər zaman aktivdirlər, yeni layihələr həyata keçirirlər. Biz də onlardan xəbər tuturuq. Vüsal, bax, mən süjetə keçməzdən öncə belə bir sual ağlıma gəlmişdi. Onu sənə ünvanlamaq istəyirdim. Amma ilk öncə MAQ Xəbər rubrikasını izlədim və hal-hazırda məqam gəlib çatdı həmin sualı ünvanlamağa. Qəhvə də çox istifadə olunan bir içki növüdür, ümumiyyətlə Türk xalqları arasında. Və onun da ürəyi deyirlər ki, ziyanı böyükdür. Amma təbii ki, biz buna məhəl qoymadan çox istifadə edirik. Necədir ümumiyyətlə, istifadə etmək lazımdır yoxsa yox? Çünki həm də tez yaşlandırır mən bildiyim. Tabii, tez yaşlandırır, ürəyə negativ təsiri var. Kafeinin müəyyən bir dozu var ki, o dozdan çox insan orqanizmi qəbul etməməlidir. Yəni hansı orqanlara ziyanları var bu içkilərin? Ümumiyyətlə, kafeinin ən çox ürək-damar sisteminə təbii ki ziyanı var. Adrenomimetik deyirlər buna tipdə. Yəni bu kafein beyinə gedən, ümumiyyətlə bir də sinir sisteminə təsiri var. Beyinə gedən və beynindən çıxan sinirlərin işini belə deyək, ləngitmir, artırır. Amma bir müddətdən sonra artıq, yenə deyirəm sizə, bədənin enerjisi bitdikdən sonra artıq əzginliklə, yorğunluqla nəticələnir bu. Yəni adam çox oyanıq olur. İçkini uzun müddət içib sonradan atan zaman kafein asılılığı olur insanda məsələn. Orqanizm artıq tənbəlləşir sanki. Sanki sürəkli qıraqdan kafein qəbul etmək bir istəyi məcburiyyətində olur. Və bu da təbii ki, gələcəkdə depressiyaya qədər gətirib çıxarda bilər, hətta narkomaniyaya qədər gəlib çıxa bilir. Özəlliklə gənc uşaqlar qəbul edən zaman bunu, kafeini. Kafein təbii ki, yaşlanmaya da təsiri var. İnsanı tez yaşlandırır, təzyiqi artırır. Hipertoniyalı xəstələr, ümumiyyətlə, hamilə qadınlar
ürək damar sistemində olan qüsurlu xəstələr kofeinli içkilər qəbul etməsi sakıncalıdır, olmaz. İdmanla məşğul olan insanlar, bəzi idmanla məşğul olan insanlar fikirləşir ki, kofeinli qida qəbul etdim, mənə enerji gəldi. Amma kofeinin belə bir özəlliyi də var ki, bədəndən sidik ifrazını artırır, sidik qovucu bir xüsusiyyət də var. Yəni fitnesslə məşğul olan insan su itirir təbii ki və kofeinli hansı energetik içki də içərsə daha çox maye itirmiş olur təbii ki və bu da ziyandır təbii ki. Nə yaxşı ki, bu qəhvə qəbulu bizim xalqımız arasında o qədər geniş yayılmayıb, amma təəssüflər olsun ki, çayı dəhşətli dərəcədə çox istifadə edirik. Yeməkdən əvvəl, yeməkdən sonra, yəni çay bizim süfrəmizin belə deyək, əvəz olunmaz bir nemətinə çevrilib. Ümumiyyətlə çayı bu qədər tez-tez qəbul etmək yaxşıdır yoxsa yox? Yəni ümumiyyətlə yenə dedimsə, dozundan çox şey asılıdır. Gündəlik dozundan çox şey asılıdır. Yəni tünd çayı çox qəbul etmək məsələn ziyandır. Məsələn mənim alanımda qulaq-burun boğazında tünd çay içən insanlarda qulaq çınlaması daha çox olur. Yəni qulaqda səs, tinnitus dediyimiz olur. Uzun müddət məsələn xəstəyə sual veririk biz. Qulaq çınlaması ilə gələn tünd çay içirsənmi? Çox vaxt bəli deyir. Duzlu qida qəbul edirsəm çox vaxt bəli deyir və şirin, şəkərli maddələr, kofe, kakao və s. bunları da çox qəbul edən insanlarda qulaq çınlaması daha çox olur səs qulağında və bu da təbii ki, çox çətin sağalan bir xəstəlikdir. Bəli. İndi isə keçək spirtli içkilərə. Spirtli içkilər də təbii ki, şadlıqlarda, bizim ən xoş anlarımızda daha çox istifadə olunan belə deyək də içki növüdür və spirtli içkilərin nə ziyanları var insan orqanizmində? Çünki bəzən mən eşidirəm ki, tibbdən o qədər başa çıxmayan insanlar deyir ki, məsələn, arada bir spirtli içki içmək xeyirlidir ki, insan orqanizmində olan bakteriyaları öldürsün. Amma mən bu fikirlə heç də razı deyiləm. Məncə mütəxəssislər də razı deyil. Təbii ki, spirtli içkilər ümumiyyətlə niyə mikroblar öldürmək spirtin elə bir xüsusiyyəti yoxdur. Təbii ki, spirtli içki bütün orqanlara ziyandır. Yəni sinir sisteminə ziyandır, cavan orqanizmə həddindən artıq çox ziyandır. Qaraciyərə çox böyük ziyanın təsirini göstərir, böbrəklərə, hətta yəni cinsiyyət orqanlarına qədər. Məsələn, spirt içmiş insan, yəni bir saatdan sonra onun prostat vəznini yoxlasan, bir saatdan sonra spirt artıq prostat vəznində təyin etmək olar. Təbii ki, gələcəkdə bunun əmələ gələn uşağı da yəni təsir edir, yəni genotipinə çox böyük təsir göstərmiş olur. Uşaq əqli zəifliyə qədər olur. Demensiya deyirlər buna, məsələn, əqli zəifliyə qədər gətirib çıxarda bilir spirtli içkilər. Və özəlliklə spirtli içkiləri energetik içkilərlə qarışdırıb içirlər. Çox zaman bu dəqiqə dəbdədir. Yəni, təbii ki, bu da çox böyük ziyandır. Məsələn, spirt özü bilirik ki, damarları genişləndirici xüsusiyyəti malikdir. Damarları genişləndirir. Amma kofein tərkibli energetik içki içən zaman kofein də təzyiqi artırır, damarları daraldır. Adrenalmetikdir. Yəni, bu ürəyə böyük bir yük düşür təbii ki. Yəni, olmaz. Əsəb sisteminə, sinir sisteminə də öz negativ təsirini göstərir. Spirtli maddələr hətta energetik içkilərin içində var. Orada spirt olaraq adı keçmir. İnozit dediyimiz bir maddə var energetik içkinin içərisində. İnozit də spirtə bənzər bir maddədir təbii ki. Təkcə Azərbaycan xalqı deyil, ümumiyyətlə şərq millətləri daha meyillidir bu qazlı içkilərə, rəngarəng, müxtəlif zərər verici içkilərə qarşı. Qərbdə bu cür içkilərdən istifadə etmirlər. Onlar adicə ağ, saf su istifadə edirlər hər zaman. Mənim ağlıma da bulaq suyu dağ havası gəldi. Elə bulaq suyu dağ havasından da söz düşmüşkən mənim ağlıma Şəki gəldi. Niyə? Çünki Şəkidən bizə çox maraqlı bir sujet var sırada. Gəlin həmin sujeti izləyək, sonra isə Vüsallı söhbətimizə davam edəcəyik. Əgər yolda dağ havası, bulaq suyu düşübdüsə, gəlin Şəkiyə. Onlar dəvət etdilər, biz də bu dəvəti yerə salmayıb getdik Şəkiyə. Mağlar, Şəkiyə xoş gəlmisiniz. Böyük Qafqaz Sıra dağlarının cənub ətəyində yerləşən, əhatə olunduğu yaşıl örtüklə göz oxşayan, arxitektur əsərləri ilə bəzədilən, sərin havası və tərtəmiz küçələrinə bizi heyran qoyan bu qədim şəhərin seyrinə çıxmışdıq ki, qəfil nə görsək yaxşıdır. Səndəmə şəhərə teatr göstərənlər gəlib, bizim də xəbərimiz yox. Öyrəndik ki, artıq bir neçə gündür Xan Sarayında gecə-gündüz yatmadan texniki heyətlə bərabər əmək sərf edən yaradıcı qrup MDB məkanında ilk dəfə keçiriləcək tarixi rekonstruktiv formatında təşkil edilmiş Gənclər Festivalına hazırlaşır. Gördüyünüz bax bu böyük səhnədə bir neçə saatdan sonra tarixin canlı səhifələri vərəqlənəcək. O səhifələr ki, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməyə səsləyəcək. Əlbəttə, burada böyük məsuliyyət ilk növbədə tamaşanın quruluşçu rejissoru Nicat Kazımovun üzərinə düşüb. Amma rejissorun fikrincə işin öhdəsindən gələ bilib. Çox maraqlı olmalıdır. Yəni, pirotexnikanı görürsünüz, toplar burada qurulub, yəni həqiqi atışlar olacaq. Bacardığımız qədər Azərbaycanın keçdiyi o şanlı yolu, bu qəhrəmanların keçdiyi şanlı yolu göstərməyə çalışacağıq ki, biz öz tariximizlə fəxr eləməyi bacarmalıyıq ki, başqalarına da öz tariximizi sübut eləyə bilək, göstərə bilək, tanıda bilək.
Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə etdiyi üçün tədbirin ilk hissəsində qonaqlara o zamanlara xas olan mədəniyyət, məişət və ənənələr təqdim edildi. Fürsətdən istifadə edib orta əsr dövrünün eksponatları, duluzçuluq, papaqçılıq, təkəlduz, şəbəkə, dəmirçi və digər qədim sənətlərini nümayiş etdirən kim, tamaşaçıları Şəkinin ləzzətli nemətlərindən dadmağa səsləyən kim, Almalardan, armudlardan verək. Şəki qozu, şəki qozu. yaşıllıqda yerini rahatlayıb bizi salamlayan kim Xoş gəlmisiniz, həmişə ikidə. və ya sadəcə bu tədbirdən xatirə qalsın deyə şəkil çəkdirib əylənən kim. Bütün bunlar məhz həmin gün tariximizin canlı səhifələrinin vərəqləndiyi gün baş verdi. Kitablarda, vərəqlərdə olan tariximiz bugün canlanacaq. Yeri gəlmişkən, hamının səbirsizliklə gözlədiyi, tarixi döyüş səhnələri ilə zəngin olan layihə Azərbaycanın ümumilli lideri, müstəqilliyimizin banisi Heydər Əliyevin 91-ci il dönümünə həsr olunub. Bu festivalın mesajı ondan ibarətdir ki, anadan olan böyük şəxsiyyətimiz məhz o şəxsdir ki, əsrlər boyu xalqımız müstəqillik, azadlıq uğrunda mübarizə apardı və məhz ulu öndərin üzərinə düşən bir missiya oldu ki, müstəqil dövlətimizi yaratdı, güclü bir Azərbaycan dövlətinə çevirdi və əsrlər boyu olan xalqımızın arzularını gerçəkləşdirdi. Nəhayət, orta əsr sənət nümunələri ilə tanışlıqdan sonra tamaşa start götürdü və Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliyimiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmail Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavad xanın həyatı canlandırıldı. Təslim ol ata, bu inadınla sən heç nə qazanmayacaqsan. Mənim son arzum Bəz qalasına getmək, orada öz qalan və şəhidlərimin cəsədləri ilə vidalaşmaqdır. Buğday! Bağışla məni. Bağışla məni ata. Mən buğday. Sən layıq ola bilmədim. Bağışla məni. Bağışla. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovun dediyinə görə, tarixi qəhrəmanlarımızla həmin obrazları yaradan aktyorlar arasında portret oxşarlığı olduğundan aktyor seçimində elə də çətinlik çəkməyib. Onu da deyim ki, yazılan ssenaridə dəyişikliklər edilərək mətnlər dialoqlara bölünüb. Tamaşaçıya elə rejissorun özünün, Nicat Kazımovun səsi ilə çatdırılıb. Mehriban Ələkbərzadənin qələmə aldığı səhnə əsərində gənc tamaşaçılar və Şəki Dram Teatrının aktyorları, bu sahədə qeyri-peşəkar gənclər, eyni zamanda Gənclər və İdman Nazirliyinin nəzdində yerləşən Atçılıq Məktəbinin mütəxəssisləri rol alıblar. Yer üzündə Tanrı kölgəsi yurt dursa, yaz bir də gələcək. Bir də çiçəkləyəcək vətən torpağı. Bir də və o gün gəldi. Heç kəsin edə bilmədiyini o etdi. Beləliklə tamaşa bitdi. Sonda isə hamını bir sual maraqlandırırdı. Uzun müddət də əziyyət çəkib, var gücü ilə potensialını ortaya qoyan, yaradıcı və texniki heyətin əməyinin nəticəsi ürək açan oldumu? Yəni pilot layihə baş tutdumu? Çox yüksək səviyyədə baş tutdu. Düşünürəm ki, çox əla bir layihədir və düşünürəm ki, bunu bir ənənə olaraq gələcəkdə davam edə bilərik.
Anşlaq və atəşfəşanlıqla başa çatan, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn və ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş Tarixin Canlı Səhifələri Gənclər Festivalı qismət olsa, ölkəmizin digər rayonlarında da reallaşacaq. Bulaqsulu dağ havalı şəklimizdən çox gözəl bir sujet izlədik. İndi isə söhbətimizə təbii ki, davam edirik, amma dinamika ilə davam edirik. Çünki hal-hazırda mən növbəti qonağımızı dəvət etmək istəyirəm. Verilişin əvvəlində sizlərə söyləmişdim ki, yeni simaları sizlərə təqdim edəcəyik. Onlardan biri Vüsal idi, Gəncəra, digəri isə gənc müğənni Rilaya. Qarşılayaq yeni mahnısıyla. Uzaqdan gələn işığı yenidən gedəcək, bitəcək bu qaranlıq. Mən bilirəm, hər zülmət içində ümid gizlənir. Bu şəhər tutacaq bu zamanı. Sağalar bütün zəif ümidlər.
Təşəkkürlər. Rilaya, buyur, əyləş. Salam. Xoş gəlmişsən. Necəsən Rilaya? Çox sağ ol, əla. Rilaya çox iddialı başlayıb yeni karyerasına, solo karyerasına və bu mahnı haqqında istəyərdim ki, məlumat verəsən bizə. Necə adlanır mahnı? Mahnının adı Özünə İnan. Bu mənim ən birinci mahnıdır və bizim deməli bəstəkarımız Emin Kerim idi. Bax belə. Gənc və istedadlı bəstəkar. Onları da salamlayırıq buradan. Rilaya, istəyərdim ki, ilk öncə özün haqqında bir qədər məlumat verəsən. Qoy səni tanımayanlar, gənclərimiz səni daha yaxından tanısınlar. Bəlkə də yeni pərəstişkarların meydana çıxdı. Çox sağ ol, böyük məmnuniyyətlə. Bəli, deməli, mən keçən, deməli, deyə bilərəm ki, köhnə həyatda mən Valeri Hüseynzadə idim. İndi mən Rilaya və mən Bakıda doğulmuşam və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Gənc hüquqşünasımız müğənni olmağa qərar verdi. Nə zaman? Bəli. Çünki mən musiqini çox sevirəm və musiqi ilə çox məşğul olmuşam və öz üzərimdə çox məşğul olmuşam və bu sahədə indi çox məşğul oluram. Bəs musiqi ümumiyyətlə təhsilin var? Bəli, mən ona demək istirdim ki, mən bizim ailəmizdə çox musiqi ilə sevilmiş. Mənim anam peşəkar skripkaçı idi və mən musiqi məktəbində skripka və fortepiano məşğul olmuşam, sinifdən məşğul olmuşam. Bəs nə vaxt qərar verdin ki, məhz ifaçı kimi, müğənni kimi başlayasan karyeraya və səsini nə zaman kəşf elədin? Mən ümumiyyətlə uşaqlıqda həmişə belə deyək, Whitney Houston, Mariah Carey mahnılardan ifa eləmişəm. Amma ki, böyük səhnədə təxminən bir il bundan qabaq mən belə qərara gəlmişəm ki, müğənni olmaq. Və bizim bugünkü mövzumuz içkilərdir. Biz müxtəlif içkilərdən danışırıq və yəqin ki, sən də gündəlik olaraq müxtəlif içkilərdən istifadə edirsən. Ən çox istifadə etdiyin içki nədir? Çay. Çay. Bəli, mən deyə bilərəm ki, mən belə çay içən adamam və evdə çox çay içirəm və çünki mənim anam çay hazırlaya bilər və digər çaylar hazırlaya bilər və kafedə, restoranlarda mən ancaq çay sifariş edirəm. Bəli, sən tək deyilsən Rilaya. Bizi izləyən minlərlə, yüzlərlə gənc də səninlə bərabər. Mən demək istəyirəm ki, mən demək istəyirəm ki, məsələn, mən Gürcüstanda olanda orada heç kim çay içmir, ancaq kofe çay içir və ona görə mən həmişə harda oluram, həmişə Bakıda qayıtmaq istəyirəm, çünki burada çay var və mən hər gün çay içirəm və böyük zövq alıram bunlardan. Həqiqətən də bu belədir. Çünki mən də fikir vermişəm, xarici ölkələrin heç birisində bizim ölkədəki marketlərdəki qədər çay brendləri yoxdur. Yəni çaylar qutuda elə satılmır. Onlarda sadəcə olaraq dənə ilə satılan çaylardır. Onlarda sadəcə belə, yəni çay dəmləmə adətləri də yoxdur. Sadəcə Azərbaycan bununla seçilir. Bu da bizə aid olan bir belə deyək də gələnəkdir. Bəli, bu çox əlbəttə ki, yaxşıdır, amma ki mən bilirəm ki, çaylarda daha yaxşı içmək su. Çünki mən qulaq asmışam və siz düz demirsiniz ki, çox su içmək çox yaxşıdır. Təxminən 2-3 litr gündə içmək lazımdır. Bəs misal, ümumiyyətlə, hansı içkiləri, hansı temperaturda qəbul etmək lazımdır ki, səs tellərinə ziyanı olmasın? Ən çox səsə təsir edən, yəni pis təsir edən şeylər, yəni mədə turşusunu artıran qızıqlandırıcı maddələrdir. Yəni mədə turşusu yüksələrsə, reflü ezofagit dediyimiz bir xəstəlik var. Yəni reflü ezofagit nədir? Düz yatan insanlarda ən çox olur, yeyib yatan insanlarda olur və turşulu qidalar, duzlu qidalar və yaxud da ki, spirtli içkilər qəbul edən insanlarda mədə turşusu gələrək qida borusundan səs tellərinin üstünü yandırır. Belə deyək, kobudca desək və nə olur sonuç etibarilə? Biz endoskopik müayinə edən zaman görürük ki, səs tellərinin üstü qızarıqlıq var, hiperemiya var orada səs tellərində və eyni zamanda interaritnoid bölgə var orada. Yəni qida borusunun ağzı olan hissəsi var, oraya yaxın bir bölgədir. Orada qızarıqlıq və şişkinlik ödem var. Bunun fonunda gələcəkdə səsdə yəni bəzi problemlər, geri dönməyən problemləri gətirib çıxarda bilər. Yəni ona görə də belə insanlara məsləhət görərdim ki, mədə turşusunu artırmayan,
və yatarkən başı hündür, özəlliklə müğənnilərdə başı hündür və yeyib yatmaq olmaz. Yemək yeyəndən 5 saat sonra yata bilirsən. Yəni ayaq üstə gəzib yemək mədədən keçməlidir, bəli. Varsa ondan sonra. Yoxsa əks təqdirdə nə olur? Düz yatır insan və mədənin turşuluğu artır. Mədədən qida borusuna mədəyə keçən yerdə bir əzələ var, sfinkter var. O sfinkter boşalır və mədə möhtəviyyatı sürəkli boğaza gəlir və elə insanlarda adətən faringitlər çox olur və sanki boğazında yatçım ilişib qalıb elə bir alma qabığı eləyir, çıxartmağa çalışır, çıxarda bilmir. Yəni bu müğənnilər üçün məncə yəni qorumalıdır özləri səsləri. Bəli. Rilaya, sənin gələcək planların haqqında da biraz məlumat alaq. Bundan sonra nələr düşünürsən? Planlar çoxdur həqiqətən və biz indi klip çəkmişik və artıq ikinci klip çəkmişik. Artıq çəkmişsiniz? Bəli. Biz çəkmişik ikinci klip. Deməli, mahnının adı Niyədir. Həm rus dilində, həm Azərbaycan dilində. Azərbaycan dilində Niyə gedir, amma ki rus dilində Niyə. Maraqlıdır, tam fərqli, amma oxşar. Amma ki oxşayır, bəli. Və bir müddət sonra biz təqdimat eləyəcəyik. Yayda düşünürsə təqdimatı, yoxsa payızda? Dəqiq və konkret indi qərar verməmişsiniz hələ ki, yeni klipinin promotionla bağlı hələ ki yox, hələ bilim, bu barədə mənim menecerim bilir. Mən artıq bu barədə danışmadım ona, amma ki bəlkə 2 ay bundan sonra, çünki biz artıq bir həftə bundan qabaq birinci kliplə təqdim eləmişik, bəlkə bir müddət sonra. Artıq mən bütün tamaşaçılarla sağollaşmaq istəyirəm, elə sizlərlə də. Çünki efir vaxtımız artıq yekunlaşır. Sadəcə 30 dəqiqə vaxtımız var idi. Təşəkkür edirəm hər ikinizə gəldiyinizə görə. Uğurlar arzu edirəm. Bugünlük isə bu qədər. Hələlik.